Salam dostlar. Deməli gəlmişik yenidən bu People City Mission Free, yəni pulsuz klinikaya. 9-da səhər Amerika vaxtı ilə həkimlə görüş təyin olunmuşdu. Mən də burada biraz problem var. Dişdə iltihablaşma yedi və s. sol tərəfdə. İndi bir həftədə antibiotik atıram, biraz şiş çəkilib. Burada da bu People City Mission klinikasında bildiyiniz kimi müalicə yoxdur. Yəni bunlar ya blom qoyur, ya dişi çəkir. Yəni belə deyək, qısa bir zamanda, yəni dişlə əlləşmirlər, belə deyək. Bunlar sadəcə insanlara deyim, təkrar olmasın, kömək etmək məqsədi ilə yaradılmış Amerikada bir-iki klinikalar var. Biri də budur. İndi həkimlə danışdı, həkim unudub, deyəsən. İndi yazdı. Həkim də yarım saata gəlməlidir. Belə burada mən sizə göstərmişdim. Burada görürsünüzmü? Yəni göstərim sizə. Bunların hər birin insanlar, yəni bu diş pastasıdır, diş təmizləyən sapdır, belə qidalardır. Belə, bunlar nədir, belə disklərdir, bilmirəm bunu nə üçün qoyurlar, yazı free, misal sözsüz free. Bunlar yeməklərdir, qidalar, pampeslər, yəni belə hər bir şeylər pulsuzdur burada. Siz burada qoyurlar, kim istəyir. Bir götürsün, pampesi belə istifadə eləsin. Burada vitaminlərdir və s. də görürsünüz. Uşaqlar üçün bir gülşədir. Sonra ona kimsə kömək məqsədi ilə nəsə bir iyanə eləmək istəyirsə, qutuya ata bilər. Paltarlardır, yəni kimsə. Gətirib qoyurlar, kimin ehtiyacı var, misal üçün götürüb, aparıb istifadə elə bilər. Bunlar təbii ki, işlənmiş, giyinmiş paltarlardır. Orada da belə, burada belə. Belə. İndi gözləyək görək nə olur. Burada müalicə bilirsiniz, biraz sığorta olmazsa biraz çox baha başa gəlir. Yəni adi bizim Azərbaycandakı sadə müalicə 50, 60, 70, 80, 100, 150 manat olan, yəni maksimum müalicə burada minimal 400-500 dollardır. Bizim də bundan bu 700-800 manat pul eləyir. İndi gəlsin, görək, baxsın, görək hələ nə deyir. Bunlarda bir anlayış var ki, yəni bu sadə bir şeydir, diş yoxdur, sadəcə dişin yerində kolonka var, ştiflə. O dişin də yeri iltihablaşıb. Yəni, kanalı təmizləyib doldurmalılar və dişi taxmalılar yerinə. Belə bir sadə bir şeydir. Sadəcə bunlara bir-iki yerə getdim mən, yəni deyirlər ki, o dişi iltihablaşır, dişi kökündən çıxartmaq lazımdır. İndi mən bunlara başa salmaq istəyirəm ki, bunu kanalı təmizləyib, işləyib, doldurandan sonra burada heç bir problem yoxdur. Bunu Azərbaycanda mən dəfələrlə eləmişəm. Həkim onu eləyib. Yəni, kalanı təbizi doldurub, dişi ismetləyib, taxırlar yerinə və salam. İndi görə bu həkim gəlsin, görək nə deyir. Çox maraqlıdır. Yoxsa bu da mı deyəcək ki, dişi ümumiyyətlə çıxartmaq lazımdır kökündən. Bundan da bu dişiniz tutmalı yeri də yoxdur ki, onu çıxardıq. Yəni, orada diş yoxdur. O da maraqlıdır. Onu necə çıxardacaqlar, tutaq ki, çıxartmaq istəsə. Görək nə olur, gözləyək gəlsin, görək nə deyir. Belə dostlar, bu qədər istədim qısaca sizə yenə məlumat verim. O tip xidmətləri barədə Amerikadakı. Oldu, sağ olun, var olun.